Çayı hər gün sevərək içirik. Bugün isə o daha özəldir. Çünki 21 may Beynəlxalq Çay günüdür. 2019-cu ildə BMT-nin Baş Assambleyası 21 mayı Beynəlxalq Çay günü elan edib. Vətəni Çin hesab edilən çay hazırda dünyada sudan sonra ən məşhur içkidir. Çayla bağlı ilk məlumatlara isə təxminən 5000 əvvəl Çin əlyazmalarında rast gəlinir. Süfrələrimizin sevimlisi olan çay hazırda dünyanın 50-dən çox ölkəsində becərilir. Çayın yarpağında 300-dən çox müxtəlif faydalı element var. Dünyada ən bahalı çay növü Çin dilindən tərcümədə böyük qırmızı xalat mənasını verən Dahun Pao'dur. Dünyada bu növ çayın cəmi 6 kolu qalıb. Onlar da böyük məbləğdə sığortalanıb və Çin hökuməti tərəfindən qorunur. Hazırda geniş yayılmış bir dəfəlik paket çaylarının istehsalı 1908-ci ildə ABŞ-da başlanılıb. Yeri gəlmişkən, Azərbaycanda ilk çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. 1981-ci ildə isə Almaniyanın Leipzig şəhərində keçirilən müsabiqədə Azərbaycan buketi çayı qızıl medala layiq görülüb. Qışın soyuğunda, yayın istisində yorğunluğunuzu bir fincan çay unuttursun.